Yengeç bürcü 15 iyun 2025-ci il. İstənilən vəziyyətdə sakit qala bilsəniz uğur qazanacaqsınız. Adətən sizi əsəbləşdirən insanlarla çox ünsiyyət qurmamalısınız. Bir çox qoç, yumorisi və hər şeyin müsbət tərəfini görmək bacarığından faydalanacaq. Yaxınlarınız sizə dəstək olmağa hazır olacaqlar. Onlardan kömək istəməkdən çəkinməyin. Onlar sizi ruhlandırmaq üçün əllərindən gələni edəcəklər. Maliyyə baxımından əlverişli gün deyil. Gözlənilməz xərclər ehtimal olunur. Buna görə də çoxdan planlaşdırılan şeylərin alınmasını təxirə salmalı olacaqsınız. Buğa bürcü 15 iyun 2025-ci il. Günün başlanğıcı diqqətli olanlar üçün uğurlu olacaq. Başqalarının köməyinə çox güvənməyin. Sizdən imtina etməyəcəklər. Amma ortaq bir dil tapmaq, hər şeyi razılaşdırmaq, təkbaşına işlərlə məşğul olmaqdan daha çətin olacaq. Tədricə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Buğaların əksəriyyəti bunu günortadan sonra hiss edəcəklər. Özünüzə inamınız artacaq. Başladığınız bütün işləri başa çatdıra biləcəksiniz. Xoş xəbərlər almağınız mümkündür. Çölə çıxmağı və insanları ziyarətə dəvət etməyi laqeyd yanaşmayın. Maraqlı bir insanlarla qarşılaşmağınız çox mümkündür. Əkizlər bürcü 15 iyun 2025-ci il. Xoş sürprizlər və yaxşılığa doğru dəyişikliklər gözləyin. Məqsədlərinizə çatmağınıza heç bir şərait mane olmayacaq. Bəzi əkizlər özlərinə faydalı gizli istedadları kəşf edəcəklər. Yeni başlanğıclar üçün yaxşı vaxtdır. Hər addımda şans sizi müşahidə edəcək. Bununla belə yalnız sərvətə etibar etməməlisiniz. Uğur yalnız kifayət qədər səy göstərənlərə gələcək. Qeyri-adi və həyəcan verici hadisələr, eləcə də maraqlı şəraitdə, maraqlı insanlarla görüşmək ehtimalı var. Çox güman ki, əziz arzunuz bugün gerçəkləşəcək. Xərçəng bürcü 15 iyun 2025-ci il. Gün çox asan olmayacaq, amma çoxlu xoş anlar olacaq. Bir çox xərçənglər heç bir səbəb olmadan belə narahatlığa meyil olacaqlar. Emosiyalarınızı özünüzdə saxlamayın. Narahatlığınızı yaxın dostlarınızla bölüşün. Sizi hər cür dəstəkləməyə çalışacaqlar. İndi uzun müddətdir təxirə saldığınız şeyləri etmək üçün doğru zamandır. Vaxtınızı alsanız və tələsik qərarlar verməsəniz, onların öhdəsindən yaxşı gələ bilərsiniz. Günün ikinci yarısında ən çətin insanlarla belə ümumi dil tapa biləcəksiniz. Ona görə də bu dəfə ciddi söhbətlər üçün əlverişlidir. Şir bürcü 15 iyun 2025-ci il. Bir şey etmək əvəzinə əylənmək və zövq almaq istəyəcəksiniz. Bu ən yaxşı fikir deyil. Özlərinə fasilə verən şirlər tezliklə peşman olacaqlar. Ona görə də günə planlı işlərlə başlamağa dəyər. Onların öhdəsinə mümkün qədər tez gəlməyə çalışın. Onda həm istirahət, həm də həzz almaq üçün kifayət qədər vaxt olacaq. Yaxınlarınızın dəstəyinizə ehtiyacı olacaq. Siz bunu təmin edə biləcəksiniz. İştirakınız qohumlarınızla münasibətlərinizə ən yaxşı təsir göstərəcək. Xüsusən də kifayət qədər nəzakət göstərsəniz. Qız bürcü 15 iyun 2025-ci il. Həvəsiniz yoluxucu olacaq. Bir çox problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Hər şey rəvan getməyəcək. Lakin siz şən əhval-ruhiyyəni qoruyub saxlaya, istənilən vəziyyətdən çıxış yolu tapa biləcəksiniz. Bir çox qız bürcü faydalı əlaqələr qura biləcək. Çox güman ki, həmkarlarınızdan və ya biznes tərəfdaşlarınızdan biri ilə romantikaya başlayacaqsınız. Sevdiklərinizlə səmimi söhbətlər üçün gözəl gündür. Keçmişdə aranızda fikir ayrılıqları olubsa, onları aradan qaldıra biləcəksiniz. Axşam qonaqları qəbul etmək üçün əlverişlidir. Xüsusilə yaxşı olar ki, ümumi iş maraqlarınız varsa, söhbət son dərəcə maraqlı olacaq. Tərəzi bürcü 15 iyun 2025-ci il. Ciddi məsələlər üçün gün o qədər də münasib deyil. Lakin siz onları ağrısız şəkildə sonraya qoya biləcəksiniz. Diqqəti cəmləmək çətin olacaq. Ona görə də dərsləriniz çox yaxşı getməyəcək. Ancaq indi istirahət etmək, əylənmək və əvvəllər vaxtınız olmayan sevimli hobinizlə məşğul olmaq vaxtıdır. Bir çox tərəzilərin uğurlu səfərləri olacaq. Vacib söhbətlər üçün yaxşı vaxtdır. Yaxın adamlar sizinlə sirlərini bölüşəcək. Bir-birinizi bir baxışdan anlaya, münasibətlərinizi gücləndirə biləcəksiniz. Dostlarla mümkün birgə layihələri müzakirə edə biləcəksiniz. Əqrəb bürcü 15 iyun 2025-ci il. Gün asan başlamayacaq, amma çox şey sizdən asılı olacaq. Hadisələrin gözlənilməz dönüşləri mümkündür. Ona görə də melodiyasını tez dəyişməyi bacaran əqrəblər üçün daha asan olacaq. Başqaları ilə kiçik fikir ayrılıqları mümkündür. Bəzi hallarda bunun səbəbi həddindən artıq tənqidliyiniz və seçiciliyiniz olacaq. Əgər münaqişə yaranarsa, mümkün qədər tez barışmaq yolunda ilk addımı atmağa çalışın. Günün ikinci yarısı istifadə etməyin vacib olduğu yaxşı fürsətlər gətirəcək. Cari problemlərə gözlənilməz bucaqlardan baxıb vəziyyəti öz xeyrinizə çevirə biləcəksiniz. Oxatan bürcü 15 iyun 2025-ci il. Vaxtınızı boşa keçirməyin. Günün ilk yarısı qeyri-adi uğurlu olacaq. Ona görə də məqamdan yararlanmaq vacibdir. Bəzi oxatanlar yaxşılığa doğru nəzərə çarpacaq dəyişikliklər gözləyə bilərlər. Bununla belə heç bir şey öz-özünə baş verməyəcək. Uğur qazanmaq üçün cəsarət və qətiyyət tələb olunacaq. Siz onları göstərməyə hazır olacaqsınız. Bir çox böyük layihələri yerdən götürmək imkanı olacaq. Başladığınız işi başa çatdıra, nəticələri yekunlaşdıra, nəticə çıxara biləcəksiniz. Axşam üçün planlarınızı kəskin şəkildə dəyişməli ola bilərsiniz. Lakin bu sizi çox da əsəbləşdirməyəcək.
Oğlaq bürcü 15 iyun 2025-ci il. Müəyyən problemlər olacaq, ancaq onların öhdəsindən asanlıqla gələcəksiniz. Yeni şeylər öyrənə, faydalı insanlarla tanış ola, hansısa şəkildə özünüzə qalib gələ biləcəksiniz. Əldə edilən nəticələr sizi çox sevindirəcəkdir. Bir çox oğlaq gələcək işlərində onlara faydalı olacaq bacarıqlara yiyələnəcək. Yaxınlarınızla səmimi söhbətlər üçün əlverişli gündür. Böyük və bahalı alışlar üçün əla vaxtdır. Pul boşa getməyəcək. Çoxdan münasibət qurmaq və ya pozulmuş əlaqəni bərpa etmək istəyənlər təşəbbüs göstərməlidir. O zaman onların şəxsi həyatı yaxşılığa doğru dəyişəcək. Dolça bürcü 15 iyun 2025-ci il. Əhəmiyyətli məsələlər üçün ən yaxşı gün deyil. Lakin bu o demək deyil ki, onu tamamilə əyləncəyə həsr etmək olar. Hələ də ən təcili tapşırıqların öhdəsindən gəlməyə çalışmağa dəyər. Çox vaxt aparacaq və itirilmiş vaxtı kompensasiya etmək çətin olacaq. Dolçaların çoxu səbirli və israrlı olmalı olacaq. O zaman hər şey yaxşı olacaq. Başqalarında həmişə yaxşı təəssürat yarada bilməyəcəksiniz. Ona görə də yeni tanışlıqlardan çox şey gözləməyin. Axşam yaxınlarınızla ünsiyyətdə sevimli fəaliyyətlərə həsr olunmalıdır. Balıqlar bürcü 15 iyun 2025-ci il. Gün olduqca yorucu keçəcək. Bütün səylərinizə baxmayaraq bütün tapşırıqlar tamamlanmayacaq. Ailə üzvlərlə fikir ayrılıqları mümkündür. Yaşlı qohumlarla mübahisələr istisna deyil. Bir-birinizi başa düşmək həmçəkindən daha çətin olacaq. Buna görə də mübahisəli məsələlər müzakirə etməməli və söhbətdə mübahisəli mövzuları qarışdırmamalısınız. Günün ikinci yarısı yaxşı keçəcək. Bir çox balıqlar əhval-ruhiyyəni xeyli yüksəldəcək, xoş xəbərlər alacaqlar. Çox iş yükü götürməməlisən. Çətin ki, onun öhdəsindən gələ biləsən.